Meydan sahibi Şəfa isə ənənəvi qara geyimdə çıxış eləyir. Qapını Əli Həsənli qoruyur. 33 kapitan Tərlan Quliyev, 8 Urfan İsmailov, 42 Elnur Cəfərov. Hakimin final fiti Şəfa Zaqatala matçı başladı. Ünvansız ötürmə. Tərlan topu götürdü. Tərlan uzaq məsafədən qapını yoxladı. Məsafə çox uzaq idi. Elnur topu havalandırdı. Uzaq dirək istiqamətinə Nihat. Akrobatik zərbə. Hakimin fiti səslənmişdi. Qol sayılmayacaq. Hakim zərbədən öncə fitini səsləndirmişdi. Qayda pozuntusu var orada. Akrobatik zərbə zamanı. Bəli, top Mardokun. Top deyil. Naid'in pressingi var. İkilimin başına Naid topu götürdü. Naid'in zərbəsi. Top qapıdan aralı keçdi. Naid'dən ötürmə. Top direğe dəydi. Okan top havalandırdı. Qapıya zərbə. Yanından keçdi. Daha bir zərbə. Bu dəfə qapçıya dəydi top. Əli Həsənli xilas etdi. Ürfan. Top havalandırdı. Qapıya zərbə. Qapçı tutdu. Zahid Mərdanov. Emin Zamanov. Top havalandırdı uzaq dirək istiqamətinə. Naid'in Amir İbrahimzadənin baş zərbəsiydi bu. Top qapının üstünə keçdi, üstündən. İsmail sağ cinahdadır. İsmail Zülfüqarlı. Nihat top havalandırdı. Elnur'un baş zərbəsi gol! Elnur Cəfərov. Şəfa istədiyi qolu vurdu. Elnur Cəfərov. Nihat'ın super ötürməsi uzaq dirəyə və Elnur Cəfərovun baş zərbəsindən sonra Amin topa toxunsa da zərbənin qarşısını kəsə bilmədi. Elnur Cəfərov Şəfanı sevindirdi. Əla təşkil olunmuş hücum. Cavad cərmə meydançasına daxil oldu. Cavadın geri ötürməsi. Gol! Okan Təhməzli. Okan Təhməzli. Zaqatala bərabərlik qolunu vurdu. Okan Təhməzli. Böyük sevinç var Zaqatala cəbhəsində. Şəfa futbolçuları isə şokdadılar. Gözləmirdilər bu qolu. Emin Zamanov. Emin mərkəzdədir. Müdafiənin arxasına atan top. Əmir İbrahimzadə. Nahid. Nahidin zərbəsi. Qapçı qaytardı. Növbəti qol vəziyyəti Zaqatala qapısı önündə. Hücum davam edir. Mətin Qəhrəmani topu uzaqlaşdıra bilmədi. Amir Ramazanov biraz əvvəl komandasını qoldan xilas etdi. Naidin ötürməsi. Əmir İbrahimzadə. Zərbəsi yaxşı alınmadı. Mahir Həsənov. Topu itirdi. Təhlükəli zonada Tomarov. Əmir İbrahimzadə. Naidin zərbəsi. Top dirəyə dəydi. İnanılmaz qol vəziyyəti. Emin Zamanov. Əmir istiqamətini ötürmə. Əmir. Əmirin zərbəsi iti bucaqdan. Amin ayağı ilə qaytardı. Və Əli Əliyev matçı bitirdi. Şəfa Zaqatala matçı 1-1 hesabı ilə yekunlaşdı.